O, rəssam ola bilərdi. Sanki bu arzunun lap bir addımlığındaydı. 14 yaşlı Mobil Gəncədən Bakıya gəlib Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olanda, burada ustad rəssamlardan dərs ala-ala artıq asta-asta peşəkar sirlərə yiyələndikcə, xəyalında uzaq olmayan sabahlarda əsərlərinin sıralanacağı sərgi salonları sayrışırdı. Elə müəllimləri də onun gələcəyinə ümidlə baxırdılar. Lakin Mobildə rəssamlıq məktəbində oxuyanların digərlərində olmayan bir xüsusiyyət də vardı. Malbert arxasına keçib şəkil çəkməyə başlayanda elə bil ki, özünü unudurdu. Başlayırdı oxumağa. Yəni əslində çox adam bir iş görəndə qeyri-ixtiyari elə özü üçün oxuyur. Lap rəsm çəkəndə zümzümə etmək də çoxlarına xas olan şakərdir. Amma müəllimləri çox sevdikləri, rəssam gələcəyinə inandıqları Mobilin şəkil çəkə-çəkə zümzümə etməsində başqa heç kəsdə rast gəlinməyən bir qəribəliyi də görürdülər. Özü də hərdən birdən yox, daim. Mobil eskizini edərək rənglərlə işləməyə başlayanda 3-4 yaxadan sonra kətanın üzərində gələcək tablonun ilk rəngli cizgiləri gördüncə özünü yaddan çıxardıb elə bil ayrı aləmə düşürdü. Zümzümə ilə yox, açıq səslə oxumağa başlayırdı. Bir dəfə belə, 3 dəfə belə, nəhayət günlərin birində təcrübəli, dünya görmüş müəllimlərindən biri qayıtdı ki, Mobil bala, sən istedadlısan, yaxşı rəssam da ola bilərsən. Artıq sən rəssamlığın bütün başlanğıc sirlərinə də yiyələnmisən. Lap bundan sonra gedib mühəndis işləsən də fırça əlindən düşməyəcək. Ancaq sənin səsin bir sərvətdir. Hər adamda belə səs olmur. Belə istedadı yelə sovurmaq olmaz. Sən gərək mütləq konservatoriyaya girəsən, mükəmməl təhsil alasan. Rəssamlığındakı durub yerində o qabiliyyəti əlindən almayacaqlar ki. Mobil bu deyilənlərə qulaq asırdı və ürəyində sevinirdi. Çünki elə özünün də könlü oxumağın yanındaydı. Fikirləşirdi ki, gecə tezi mütləq konservatoriyaya üst tutmalıdır. Mobil o arzusuna da çatdı, konservatoriyanı da başa vurdu, Azərbaycanın ən tanınmış vokalçılarından biri olmaq imkanı da yarandı. Ancaq tale burada da səmti dəyişdi. Bəxtin izahsız yolları onu konservatoriyanı bitirincə musiqili komediya teatrına gətirib çıxardı və ömrünün 4-10 ilini həsr etdiyi bu səhnədə Mobil Əhmədov adını sənət tariximizə bir yolluq həkk edə bildi. Bir gəlin tək min rəng vurmuş rəssamın sənə. Bir gəlin tək min rəng vurmuş rəssamın sənə. Göygöl bizim doğma yurdum, gəlini sən nazlı sona. Göygöl bizim doğma yurdum, gəlini sən nazlı sona. Allah qapını açanda çox yerdən açır. Mobil rəssamlıq məktəbini bitirmişdi, artıq əskərlik yaşı da çatmışdı. Rəssamlıq məktəbindəki müəllimlərinin get vokal təhsili al məsləhətlərinə əskərlikdən dönəndən sonra qayıtmağı düşünürdü. Dəmiryol vağzalına gedirdi ki, bilet alsın. Sənətlərini qaydaya salmaq üçün Gəncəyə baş çəkməli idi. Ancaq konservatoriyanın yanından keçəndə dərs otaqlarından birinin açıq pəncərəsindən küçüyə axan səs onu vadar edir ki, dayansın. Həm də sadəcə dayanmaqla ürəyi soyumur. Lap yaxınlaşaraq pəncərədən içəri boylanmağa başlayır. O pəncərədən baxan uşaq müəllimənin diqqətini çəkir. Nə lazım da bala? Müəllimə, olar o mahnını mən də oxuyum. Bu sözləri elə məsum səmimiyyətlə deyir ki, müəllimə Pəri xanım gülümsüyür.
Yaxşı, get qarşı tərəfdən gir binaya, gəl bu otağa. Heç 2 dəqiqə keçməmiş mobil müəllimənin qarşısındaydı. Deyir ki, rəssamam, Əzimzadəni bitirmişəm, amma oxumağa çox həvəsim var. Orada da müəllimlər deyirdilər ki, gedib vokal təhsili alsam gözəl olar. Yaxşı, nə oxuya bilərsən? Evləri var xana-xana. Mobil başlayır və həmişəkindən də həvəsli oxuyur. Pəri xanım qalxır ayağa. Ardımca gəl. Rektor Əşrəf Abbasovun kabinetinə girirlər. Onun kim olduğunu mobil sonra biləcək. Amma o bir adamı görən kimi üzdən tanıyır. Bu, əfsanəvi Bülbül idi. Müəllimə onu tərifləyir, rəssamlığı bitirdiyini, əslən Gəncədən olduğunu söyləyir və Bülbül soruşur. Hə, Gəncəli balası, nə oxuya bilərsən? Mobil şəstlə Koroğlunun ariyasını oxuyaram deyir. Bülbül gülür. Bala, Koroğlunun ariyasını heç buranın tələbələri oxuya bilmirlər. Sən mahnıdan filandan bir şey oxu, səsinə baxaq. Yenə həmin evləri var xana-xananı oxuyur. Bülbül üzünü çevirir rektor Əşrəf Abbasova sarı. Bunun təbii səsi var. Həm də hiss olunur ki, həvəsi böyükdür. Şəxsən mən onu sinifimə götürməyə hazıram. Əşrəf müəllim qayıdır ki, mən səninlə razı, ancaq qəbul vaxtından artıq 6 ay keçib, onu necə götürə bilərik? Əşrəf, bilirsən, bunu indi götürməsək, əskər aparacaqlar. Bu 2-3 ilə səsinin başına nə iş gələcək Allah bilir. Gəl bunu hazırlıq kursuna götürək, biraz da yetişsin, sentyabrda da imtahanlarını verər, konservatoriyaya qəbul olunar. ...1956-cı ildir. Gənc mobil böyük yolun astanasındaydı və başlanğıçdan talih üzünə gülürdü. İndi bütün bunlar xatirədir, uzaq tarixlərdir. Mobil Əhmədovdan bizə səs tariximizdə əbədiləşmiş incilər qalıb. Səs, istedad öz yerində. Amma bu sərvətə indi sahibiksə, bunların hamısının ardında insan nəcibliyi, ürək genişliyi, xeyirxahlıqlar dayanır.